Sürətə aid olan doğru olanı seçin. Sürət hərəkət qabiliyyətinin əlverişli yaş dövrü 9-11 xeyli yanlışdır. 30 metr qaçış yalnız ümumi orta kiçik summativ qiymətləndirmədədir. Bax, 30 metr qaçış yalnız ümumi orta kiçik summativ qiymətləndirmə. Yanlışdır. Bu sualın cavabı yanlışdır. Niyə? 30 metr qaçış bayaq birinci sualda dedik ki, təkcə kiçik summativ qiymətləndirmədə 30 metr məsafəyə qaçışı götürmürük. Həm böyük summativ qiymətləndirmədə götürürük, həm də diaqnostikdə götürürük. Əgər desəydi 30 metr qaçış ümumi orta təhsil səviyyəsində kiçik summativ qiymətləndirmədir desəydi, bu sualın cavabı doğruydu. Burada yalnız sözü deyil. Yalnız sözünə dediyinə görə, burada 30 metr məsafə qaçış həm kiçik summativ qiymətləndirmədə var, həm də diaqnostik və böyük summativ qiymətləndirmədə var. 100 metr məsafə qaçış böyük summativ qiymətləndirmə xeyr. Böyük summativ qiymətləndirməmiz 4, 9, 11 siniflərdə keçirilir və 30 metr məsafəyə qaçışdır. 60 metr məsafəyə qaçış diaqnostik qiymətləndirmə yanlışdır. 30 metr məsafəyə qaçışdır. Sürət hərəkət qabiliyyətinin 3 komponenti var. Bəli, doğrudur. Hərəkətin reaksiya tezliyi, tək hərəkətin icra tezliyi və maksimal qaçış sürətidir.